Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. Dimin kitabından 2 dənə sualın izahına baxacağıq. Hansı ki, bu suallar öncəki illərdə qəbula düşübdür, fərqli-fərqli illərdə digər ədədlərlə, başqa rəqəmlərlə qəbula düşübdür. Sual 3 rəqəmli ədədin tapılması sualıdır. Gəlin baxaq sualın şərtinə. Bir 3 rəqəmli ədədi həmin ədəd haqqında yanlış verilən məlumatlar haqqında düzgün rəylərə görə müəyyənləşdirərək onun rəqəmlərinin cəmini müəyyən edin. Ümumiyyətlə sualın şərti özü belə biraz qarışıqdır. Halbuki məsələ nədir? Biz 3 rəqəmli bir ədədi tapmalıyıq. Həmin ədədi tapmaq üçün də deməli belə düşünün. Burada məlumat yazılıb, bir də rəy yazılıbdır. Belə düşünün ki, bir nəfər ağlında 3 rəqəmli bir ədəd tutub. Burada təxminlərdir. Həmin ədədin neçə olması ilə bağlı bu məlumat hissəsində təxminlər var. Məsələn, biri deyir ki 615-dir, biri deyir 307-dir, biri deyir 254-dür. Həmin adam da o təxminlərə geri dönüş edir, yəni rəy bildirir. Deyir ki, məsələn, sən 615 deyirsən, amma o rəqəmlərdən biri düzdür. Və yaxud da sən 254 deyirsən, o rəqəmlərdən ikisi düzdür. Halbuki bir dənə ədəd tutub beynində və burada 4 dənə təxmin var. İndi bu 4 dənə təxmindən doğru olan məlumatları birləşdirib, səhv məlumatları atıb həmin o ədədi tapmalıyıq. Ən sonda nə istəyir bizdən? Həmin ədədin rəqəmlərinin cəmini müəyyən edin. 3 rəqəmli ədədin. Baxıram mən indi məlumatlara. Məcbur deyiləm ilk məlumatdan başlamağa. Baxmalıyam, hansı məlumat mənə daha faydalı gəlirsə, asan gəlirsə oradan başlayaram. Biraz göz gəzdirirəm burada. Baxın, görürəm ki 254, 247. Bunların 2 və 4 burada ortaq rəqəmlərdir. Amma oxuyanda bu şərti deyir ki, rəqəmlərdən ikisi düzdür və onlar yerlərində deyil. Yerlərində deyil odur ki, məsələn, 2 ədədi var, amma ki yüzlük mərtəbəsində deyil də o. Ya onluqdadır, ya təşlikdədir bu mənada. Amma görürəm ki, aşağıda yazıb ki, burada qeyd elədim yüzlük, onluq və təklik. Amma burada yazıb ki, rəqəmlərdən biri düzdür. İndi əgər həmin rəqəmlər 2 və 4 olsaydı, onda burada da deyərdi ki, ikisi düzdür. Deməli 2 və 4-dən ikisi eyni anda ola bilməz. Amma burada axı deyir axı 2 dənə rəqəm düzdür. Onda ya 2 düzdür və 5, ya da ki 4 və 5. Niyə 2 ilə 4 ola bilməz? Çünki 2 ilə 4 olsaydı burada da 1 yox 2 yazardılar. Deməli ya 2 ilə 5, ya da 4 ilə 5. Deməli hər bir halda mənim ədədimin içində 5 rəqəmi var. Amma yerində deyil. Yəni mən 5-i onluğa yaza bilmərəm. Baxıram ki 5 rəqəmi başqa burada varmı? Görürəm ki burada var. Deyir rəqəmlərdən biri düzdür və o yerində deyil. Əgər həmin rəqəm deməli 5 rəqəmi imiş. 5 rəqəmi düzdür və yerində deyil. Onda 5 rəqəmi təkliyə də yaza bilmərəm. Yazdım bura, sildim. Deməli 100-lüyə yazılacaq. Mütləq yazılır bura. Həmçinin buradan başqa nə deyə bilərəm? Əgər həmin rəqəm 5 idisə və burada deyirsə rəqəmlərdən biri düzdür, onda 6 və 1 mənim ədədimin içində yoxdur. 6 və 1-i buralarda da görsəydim atardım. İndi yoxdur deyə ata bilmirəm. Gəlirəm indi düşürəm bura və həmçində baxıram bura. İndi müqayisə edəcəm. Burada deyir ki, rəqəmlərdən biri düzdür və o yerində deyil. Mən 100% bilirəm ki, həmin rəqəm ya 2-dir ya 4. Çünki burada əlimdə 2 və 4 qalıbdır. Burada demiş ki, ikisi düzdür. Yəni biri 5 desə, biri də ya 2-dir ya 4. Amma burada deyir ki, biri düzdür. Deməli 7-dən ümumiyyətlə söhbət getmir. Çünki həmin rəqəm 7 olsa, axı 2 və 4-dən də biri düzdür. Onda bura 1 yox 2 yazardılar. Deməli ümumiyyətlə 7 rəqəmi olmamalıdır. 7-ni gəlin qaralayaq. Buradan da 7-ni qaralayıram çünki olmamalıdır. Burada deyir ki, rəqəmlərdən biri düzdür və o yerindədir. Görəsən bu 3-dür yoxsa 0? Amma deyir ki, yerindədir. Əgər həmin rəqəm 3-dürsə, gətirirəm 3-ü yazım, görürəm ki, 3-ün yeri doludur. Deməli həmin rəqəm 0 imiş. Deməli 3 də yoxdur. Həmin rəqəm 0 imiş. Və nəhayət qaldı bizim təkliyimiz. Təklik üçün gəlirəm 2 və 4-ə baxıram. Burada deyirdi ki, onlar yerlərində deyillər. Əgər söhbət 4-dən getsəydi, onda mən 4-ü burada təkliyə yazıblar. Mən də məcburam ki, bir dənə təkliyi boş qalıb, təkliyə yazım 4-ü. Söhbət 4-dən getsəydi, onda yerlərində deyil deməzdilər. Çünki 4 təklikdədir, burada da təklik yeri boşdur. Deməli, həmin rəqəm 4 deyilmiş. Həmin rəqəm 2 rəqəmi imiş. 2 rəqəmini burada yüzlükdə veriblər, amma ki, yüzlük doludur. Biz onu təkliyə yazırıq, ədəd oldu 502. Rəqəmlərin cəmini soruşurdu. 5, 0, 2 bunları toplayırıq, oldu 7. İndi A variantını götürürük, şərti artıq bilirik. Eyni sualdan bir dənə də var. Biz yenə 3 dənə mərtəbə ayırıb həmin ədədi tapmalıyıq. Şərti bildiyimiz üçün daha az vaxtımız gedəcək. Yüzlük, onluq, təklik. Yenə ədədlər verilib, bir də təxminlər verilib.
Baxın, belə bir şey var burada. Deyir, rəqəmlər düz deyil. Yəni 5, 6, 0 heç biri düz deyil. Onda mən harda 5 görsəm, 6 görsəm, 0 görsəm, silə bilərəm də. Deməli 5, 6, 0 mənim rəqəmlərimin içində yoxdur. 5 yoxdur, 0 yoxdur. Bunları sildim. Baxın, bu mənim çox işimə yaradı bu ipucu. Çünki burada deyir ki, rəqəmlərdən biri düzdür. Deməli həmin rəqəm 3 imiş. Və 3 yerində deyil. Deməli 3 yazmalıyam, amma təkcə yazmamalıyam. Burada görürəm ki, 3 rəqəm burada da var. Deyir, rəqəmlərdən ikisi düzdür və yerində deyil. 3'ü deyir onluğa da yazmayın. Onda yüzlüyə yazmalıyam da deməli. Təklik olmur, onluq olmursa yüzlük olur. 3'ü də işlətdim. İndi qaldı ya 1, 3'ü işlətdik. Bura bir işarə qoyuram. Ya 1 ya 2. Çünki burada ikisi düzdür demişdilər. 1 ilə 2-dən biri düzdür. Burada deyir ki, rəqəmlərdən biri düzdür və o yerində deyil. İndi bu 2 də ola bilər, 4 də ola bilər, 7 də ola bilər. Bilmirəm. Gəlin bura baxıram. Deyir, rəqəmlərdən biri düzdür və o yerindədir. Aha. İndi burada əlimdə 2 və 1 var. Görəsən həmin düz olan və yeri də düz olan 2-dirmi? Yox. Çünki 2-nin yeri doldu. Onda o yeri düz olmaz axı. Deyir ki, yerindədir. Yeri düzdür. Deməli həmin rəqəm 1-imiş. Onda 2-ni silirəm. Deməli həmin rəqəm 1-imiş. 1-i yazdım bura. Deməli 2 olmamalıdır. 2-ni harda görsəm qaralayıram. 2 olmamalıdır. 1-i yazdıq yerinə. İndi nə qaldı əlimizdə? Burada deyir ki, rəqəmlərdən biri düzdür və o yerində deyil. Əlimdə 4 və 7 qalıb. Ya 4 yazacağam ya 7. 4'ü yazsam onluğa yazmış oluram. Bunlar da onluğa yazıblar. Axı deyirlər ki, yerində deyil, yəni yeri səhv olmalıdır. Eyni yeri yazsam olmaz. Deməli onda söhbət 7-dən gedirmiş. Çünki 7 təkliyə yazılıb burada. Mən isə 7-ni gətirib onluğa yazacağam. Yəni yeri düz olmamalıdır. Burada təkliyə yazıblar. Təklikdə olmamalıdır, onluğa qoymalıyıq. Onluğa qoyduq. Amma 4 olsaydı düz gəlməyəcəkdi. Deyir, həmin ədədi tapın. Ədədimiz 371-dir. A variantını götürürük. Beləcə bu sualların izahına baxmış olduq. Başqa ədədlərlə də düşsə, eynən bu formada yazıb həll etmək olar. Sağ olun, hələlik.